Həndibol üzrə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilib. Əvvəlcə komandalara geyim formaları və toplar təqdim olunub. Açılış mərasimində çıxış edən Azərbaycan Həndibol Federasiyasının İdman şöbəsinin müdiri, Avropa Həndibol Federasiyasının nümayəndəsi İskəndər Əsgərov yarış iştirakçılarını Qurban Bayramı münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Azərbaycanın dövlət himni səsləndirilib. Qeyd edək ki, ölkə birinciliyində 2010-cu il və daha kiçik təvəllüdlü həndibolçular iştirak edir. Gənclər və İdman Nazirliyi Azərbaycan Həndibol Federasiyasının birgə təşkil etdiyi ölkə birinciliyində oğlanların yarışında 7 komanda mübarizə aparır. Bakının 3 komandasıyla yanaşı Qazax, Cəlilabad, Lənkəran və Mingəçevir həndibolçuları yarışır. Turnirin ilk günü Bakı 1 Cəlilabadla, Bakı 2 Mingəçevirlə, Qazax Bakı 3 ilə, Lənkəran isə Bakı 1 ilə qarşılaşıb. Qızların turnirinə isə Bakının 3 eyni adlı komandası, həmçinin Gəncə, Göygöl və Tovuz təmsilçiləri qatılıblar. Final mərhələsinin ilk günündə qızlar arasında Bakı 1 Gəncə, Bakı 2 Tovuz, Göygöl Tovuz və Bakı 3 Bakı 1 maçları keçirilib. İyunun 7-dən 9-a dək davam edəcək turnirin görüşləri AHF Arena İdman kompleksində təşkil olunub.